Deməli belə, əziz dostlar, dəyərli yoldaşlar, bugün 22 noyabr 2025-ci ildə bizim hörmətli şairəmiz Gülər Natiq İsağın gördüyünüz Lərzə adlı kitabının təqdimat tədbirinə toplaşdıq və həmin tədbirdə maraqlı keçdi, musiqili keçdi, fotolar çəkildi, xatirə şəkilləri və mən də fürsətdən istifadə edib dostların balaca bir süjetini hazırlayıb sizə təqdim eləyirəm. Əziz dostlar, dəyərli tamaşaçılar, şeir aşiqləri, poeziya vurğunları. Bugün 22 noyabr 2025-ci ildə hörmətli şairəmiz Gülnarə xanımın əlində tutduğu, bax bu kitabın təqdimatına gəldik. Kitabın müəllifi kimdir? Gülər Natiq İsaq qızı. Ekranda gördüyünüz bir sıra 4 nəfər şairdən ibarət dəstə görürük. Gəlin onları bir-bir danışdıraq və təəssüratını alaq. Xanım? Mən sevinç qərib. Bugün çox zövq aldım bu kitab təqdimatından. Çox gözəl keçdi təqdimat. Zövq aldınız. Bəli. Gülər xanıma uğurlar arzulayıram. Çox əla. Təbrik eləyirəm. Davamlı olsun. Davamlı olsun. Və sizin də iki kitabınız olub və təqdimatı da olub. Bəli. İnşallah üçüncü də olar. İnşallah. Xəbər tutsaq gələrik. Təəssüf ki, tanımırdım. Amma bu tədbir sizi də tanımağı bizə nəsib elədi. Yanınızda duran xanım Gülnarə xanım həm müəllimədir, düzdür. 2 kitab müəllifisiz. Bir kitab müəllifi. İnşallah ikincisi də olar. Mən də arzulayıram uğurlar, axarıncı olsun, ruhumuz dincəldi, çox xoş oldu. Xoş oldu da sizə. Həm də musiqili keçdi, düzdürmü? Mahnılı, musiqili belə tədbirdən siz xoş təəssürat alırsınız, düzdür? Mən də çox xoş oldu mənə də. Xanıma nə kimi yaxın idiniz? Yaxınlığım yoxdur, ilk dəfədir belə məclislərdə iştirak edirəm. Bəli. Çox xoş oldu mənə, dəyişik oldu, dəyişik bir şey oldu. Mən özüm də yazıram. Şair adlandırmıram özümü. Bəli. Həvəskaram da yazıram. Amma kitabınız İnşallah, var. Yox, kitabım yoxdur. İnşallah ki, kitab da çıxar. Laf yaxşı. Təbrik edirəm müəllifi. Çox sağ olun. Uğurlar arzulayıram. Var olun. Adınızı bilmək olardı? Zeynəb. Zeynəb. Zeynəb kim? Xələfova. Əla, hə. Elə yaxşı. Aytəkin Səlimova, mən də müəlliməyəm. Həm də Qızıl Qələm mükafatıyam yazılarıma görə. Sevinç qəlbin bacısıyam. Bugünkü tədbirdən... Yəni Sevinç xanım, bax bu iki bacı. Bugünkü tədbirdən çox zövq aldım, ruhum dincəldi. Neçə kitabınız var idi? Sizi görməyinizə də təşəkkür edirəm. Minnətdaram. Yox, sadəcə mən yazıları qəzetdə yazıram, kitab müəllifi deyil. Nə olsun? Qəzet kütləvi informasiya vasitəsidir, əziz dostlar. Siz qəzetlə bütün oxucuların hamısına, qəzet sevərlərin hamısına özünüzü şeirlərinizlə, ruhunuzla təqdim eləmiş olursunuz. Var olun ay dostlar. Təşəkkür edirəm sizə. Minnətdaram. Var olun, var olun.